Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Değerli qardaşlarım, deməli bu Veysel Orucov barəsində danışmışdım. Onun bəzi məsələlərini açıqlayandan sonra çox narahat olublar. Gürcistandan zəngzad eləyirlər. Yox, belə deyil, belə deyil. Və üstəlik onun bir sirrini daha da açdılar. Çünki insan ətrafında olanlar yanından zəng eləmişlər. Deməli, insan həqiqətən də ətrafı ilə bilinir və danışdıranda səhvi ortaya çıxır. O məsələyə toxunacağım inşallah. Deməli, bu insan Veysel Orucov İxvan-ı Müslim mənhəcindədir. Özə İxvan-ı Müslimi, yəni təkfirçi, xavari hamısını bir yerə toplamalıyıq, qardaş olmalıyıq. Güya bunlar zülmə qarşı baş qaldırırlar. Həmçinin də İxvan-ı Müslimin Yusuf Qardaviçi qolu o ən təhlükəli qoldur. Çünki Yusuf Qardavi həlak oldu, getdi. O insanları, İxvanları ən təhlükəli qoldu ki, silahlı mübarizəyə çağırırdı. Bu Yusuf Qardavini hər zaman tərifləyirdi. Yusuf Qardavi belə. Bu indi öz, necə deyərlər, Peyğəmbərimiz sallallahu buyuruyor, bu xavaricilər üçün səfeh adlandıraq onları. Səfeh ağlı ilə güya bu, yəni özü üçün xilafət qurur, xəlifəlik qurur, belə bir iddialara düşmüşdü. Düzdür, indi bunu gizli aparır. Əvvəl o zaman bunu açıq elədi, bunu tənqid elandan sonra gizlətdi. Nədir bu? Bu güya indi özlüyündə balaca bir xəlifəlik qurur, xilafət qurur və düşünün, ölkəmizə də gəlib dindarları ətrafını toplamağa çalışır. Yəni 5 ildən çox ölkəyə gələ bilmirdi, stop qoyulmuşdu. Sonra bu Gürcistan müsəlmanları Azərbaycana ziyarət eləyəndə, Qarabağ və s. bu da öz adını yazdırıb ki, mən də gəlim. Yəni, bu fürsətlə Azərbaycana gəlib və istəyir ki, indi bundan istifadə etsin və rayonlara gedir, çox rayonlara getsin, insanları toplasın. Həmin rayonlara da gedir, bəzi rayonlara da harada gedir, kimlərlə görüşür, görürsən ki, yəni Əlxan Musayevi dəstəkləyən və s. Yəni, bunun nəyi demək istəyirəm? Düşünün, bunun təbliğatı və bunun apardığı bir şey nə qədər ziddir İslama. Çünki bu radikalları bir yerə, radikal olsun deyər, hər kəsi bir yerə toplayaq, qardaşıq, ümmətçilik və s. Çünki bunlar bu adla Suriya fətvalarını verdilər. Nə qədər insanları Suriyada ölümünə səbəb oldular, işi də qoşulmalarına səbəb oldular. Yəni, bunun Gürcistanda ətrafı da bilinir, təkfirçi, xavarici bir yerə toplayıb. Yəni, bunun o məsələlərə toxunacağım qısa olaraq. Bunun bu, yəni necə də səfeh ağlında xilafət qurmaq var, xəlifə olacaq güya bu. Yəni, güya bu İslam xilafəti quracaq İxvanlar kimi. Deməli, bu nə eləmişdi, nə eləyir? Bunu indi gizli eləyir, əvvəl açıq eləyirdi. Gürcistandakı müsəlmanlar özünə beyət elətdirir. Yəni, orada ola bilər, indi düzdür, müsəlmanlar azdır deyə belə bir şey edir. İnsanlar buna bəlkə də çox diqqət etmirlər. Bu axı, bu təhlükəli bir şeydir. Özünə beyət elətdirir. Beyətin şərti nədir? Ancaq dini suallar məndən soruşmalısan, başqa heç kimdən soruşmayacaqsan. Yəni, bu din deyil. Bu nədir? İnsanları kör-körona özünə təqlid elətdirmək və sonra insanları da istədiyi kimi, zombi kimi yönləndirmək. Hərçənd ki, ətrafında olan insanlar bunun bu qədər səhvlərini görsələr də belə, onun yanlış yolda olduğunu görə bilmirlər. Çünki nəyə görə? Bu, başdan nədir? Belə yetişdirir. Yəni, bunun İslamla nədir? Heç bir əlaqəsi yoxdur. Sonra nə eləmişdi? Bu məsələni biz tənqid elədik, bu məsələni gizlətdi, yenə də davam edir, özünə beyət elətdirir. Sən xəlifəsən, sən rəhbərsən, sən dövlət başçısan, kimsənsən, yəni özünə beyət elətdirirsən insanları. Sanki bu xəlifəlik, xilafət qurur. Sonra cəza kəsirdi cəmaata. Kim cümə namazına gəlmirsə, ona 50 lari cərimə qoyurdu. Cümə namazına gecikənə 10 lari. Sonra bunu şikayət elədilər. Hətta bu xəbər yayıldı. Mədinədə alimlərdən soruşdular. Dedilər ki, onu tərk eləyin. O nəyin ki sələfi, çox yəni xavaric, İxvan, bilmir o mənhəci nədir. Bu insan budur. Düşünün ki, indi istəyir ki, Azərbaycanda insanları yığsın ətrafına. Əvvəllər Azərbaycana girə bilməmişdən əvvəl yığırdı. Binəqəddə bir yerdə yığışırdılar. Biz bu Azərbaycana gələndən sonra təkfirçilik artdı. Çünki Əlxan Musayevlə bu eynidir. Bunların qaynaqlanan yeri də eynidir Əlxan Musayevlə. Düşünün. Və təkfirçi, xavaric, hamısını yığırlar bir yerə. Biz qardaşıq, təkfirçiliyi gücləndirirlər. Və təkfirçinin oturanda o haqqı demirlər.
Onlar kimi danışırlar, təkfirçi də ətrafımızda olsun və beləliklə təkfirçilik nədir? Güclənir. Düşünün, bu nə qədər bu insan sapıqdır ki, Gürcüstanda Soğanlı kəndində orada qardaşlar məscidi var idi. Gedib qardaşlar deyib ki, yəni orada məscid qardaşların başçısına deyib ki, sən mənə tabi ol, elə eləyəcəm ki, insanlar köpək kimi sənin ayağına qapılacaqlar, ayağını öpəcəklər. Görün, bu müsəlmanlara qarşı bunun düşüncəsi nədir? Yəni, müsəlmanı elə eləyəcəm ki, yəni it kimi ayağıma qapılacaq. Nə deməkdir? Yəni, məni təqlid edəcək, mənim sözümdən kənara çıxmayacaq. Sizcə bu İslamdır? Qardaş da o rədd eləmişdi. Ondan sonra neynədi? Həmən kənddə getdi, Kuveytin mi, kiminsə pulu ilə məscid tikdi, orada müsəlmanları parçalamaq üçün. O məscidi verdi xavariclərə. Kim idi o? Ansar adlı bir təkfirçi xavaric. Bugün də o məscidin imamıdır. Düşünün, niyə cəmaatı parçalasın deyə. Bunun üçün önəmli deyil. Sən mənlənsənsə, yaxşısan, mənlə deyilsənsə, düşmənsən və təkfirçi xavarici yaydı o kənddə. Bugün də davam edir. O kənddə özüm də olmuşam. Sonra o həmən Ənsar təkfirçi buna qarşı çıxdı. Dünən bunun bir adamlarından birisi mənə zəng edib ki, yox, yanlışdır, o Ənsar bizləndir. Dedim, daha da yaxşı, deməli, yenə də təkfirçi sizləndir. Yəni, bir sirrini açdı ki, deməli, o təkfirçi xavaric yenə də Veysəlləndir. Bax, gözəl oldu. Biz elə bilirik ki, o təkfirçi xavaric buna rəddiyə verir, sən demə, yenə də bir yerdədirlər. Bax, bu insan budur, şərdir. Siz düşünün ki, bu ölkəmizdə ayaq açsa, təkfirçilik, xavariclik artacaq, özünə beyət elətdirəcək insanları. Yəni, bu özünü xəlifə kimi düşünür, güya özü səfih, xavaric beynində xilafət qurur. Belə bir İslam var. Sən kimsən ki, özü rəhbər kimi aparırsan, güya bu xəlifə kimi aparırsan, xilafətdir, nədir, beyət elətdirir, nə bilim, cərimələr, cəzalar tətbiq eləyir. Bu xəstəliydi bu insan, bu ixvan xəstəliydi bu. Bu, çoxdan Yusuf Qardablinin fikirləri ilə xəstələnib bu insan. Düşünün, həm də ki, oğrudur bu. Dünən bir məsələdə aydınlaşdı ki, bu əlbəttə Mədinədən atılmışdı, oğurluğuna görə elmişdə ki, alimin sözünü oğruyub. Dünən mənə də bir açıqlama verir, sən demə, elə Azərbaycanlı başqa bir tələbənin araşdırmasını oğruyub. Bu oğrudur bu insan. Bu dini, yəni əmanəti yoxdur bunun, xaindir bu. Bu necə insanla bununla elm götürürlər? Görün, bu insanları hansı yola sürükləyər? Sən demə, başqa bir tələbənin elmi işini oğurlayıb, araşdırmasını oğurlayıb, öz kitabına qatıb və üstü açılıb və necə deyirlər, iti qoğan kimi qovublar bunu. Elm işdən və mədnədən, biabırçılıq. Düşünün bu insan nə qədər, yəni, elmi məsələlərdə xaindir bu insan. Və həmçində Əlxan Musayevlə bərabər hərəkət edirlər. Xavariclə xavaric kimi, təkfirçi kimi. Siz düşünün, o vaxtı, Suriya müharibəsi gedən vaxtı, yəni insanlar gedirdilər, bunların fətvanı işidə qoşulurdular, İraqa gedirdilər. Biz bunu tənqid eləmişdik mediada. Həmən jurnalist dostum deyir ki, mən bir ölkəyə getmişdim, orada mənə yaxınlaşdılar. Kimlər idi onlar? Həqiqi mənada Suriya bu müharibəsini dəstəkləyənlər. O mənim dostum jurnalisti xahiş ediblər ki, xahiş edir səndən Əlxanla Veysə əleyhinə yazma. Yəni onu ifşa eləmə, çünki onlar bizim adamdır. Onlar tez-tez bizim yanımıza gəlirlər. Düşünün bu insanlar nədir? Və bunlar bu ölkəmizdə yayılsa, insanlar toplasa, gör nə qədər insan təkfirçi, xavaric, ixvan ideologiyasını yetişdirəcək, xilafət fikirləri, bu ətrafına toplayır, özünü xəlifə kimi aparır, özünə beyət elətdirir, özünün sözündən çıxana düşmən gözündən baxır. Siz düşünün ki, Gürcüstanda özündən kim savadlıdırsa, Mədinə tələbəsi ondan çəkindirir. Deyir ki, onun arxası namaz qılmayın. Bu yaxınlarda olub belə bir hadisə. Özündən kim savadlıdırsa, deyir onun arxasına namaz qılmayın. Hətta onun adamları gəlib deyirlər ki, həmən adam görüşlər deyirlər ki, Veysel icazə vermir sənin arxana namaz qılaq. Niyə? Nədir? Yəni o bundan savadlıdır. Mədinədə Gürcüstana gedir, kim dəvətçi varsa deyir ki, mənə tabi olmalısan. Mənə tabi olsan sənə belə-belə edəcəm. Həm maliyyə dəstəyi, həm elə edəcəm cəmaat sənə ayağı öpsünlər it kimi. Estağfurullah. Bu xəstədir bu insan. Ona görə belə insanlara qarşı diqqətli olmaq lazımdır. Bunun dərdi əqidə İslam deyil. Bunun dərdi ətrafına toplasa, Yusuf Qardavi etiqadı ilə insanları istədiyi qədər yönləndirsin. Düşünün, bunun tabi olan insanları sabah hansı yollara sürükləyə bilər? Hərçənd ki, bunu Gürcüstanda edir. Kör-körana təqlid və beyət elətdirir özünü. Sən xəlifəsən, nəsən? Öz xavaric quş beynində xilafət qurub, özünü xəlifə təyin edib.
deməsə belə hərəkətləri budur. Yəni belə insanları düşünün, ölkəmizdə hansı fəsadlara yol aça bilər belə insanların təbliğatı, hansı ki əvvəl açdı, xavarici, təkfirçilik ölkəmizdə çoxaldı və bu Əlxan Musa ilə bərabər işləyirlər eyni və nə qədər insanları ölümə göndərdi. Allah bunların şərrindən qorusun. İnşallah lazım olduqca bunun iç yüzünü açmağa davam edəcək ki, qoy dindarlarımız bilsinlər ki, belə şərbaz, yəni belə fitnəkar, belə ixvan, Yusuf Qardaviçi, təkfirçi, xavaric və s. yəni fitnə əhlinin yolundan uzaq dursunlar. Allah hamımızı müvəffəq eləsin. Allah belə şərəlindən qorusun. Amin.